Hörmətli rəyasət heyəti, əziz məşqçilər, hörmətli idmançılar. Bildiyimiz kimi Goranboy rayon Gənclər və İdman sektoru Uşaq Gənclər İdman məktəbləri ilə Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi ilə 5 mart bəyan təbəsi idman gününə aid bir sıra idman tədbirləri keçməkdədir. Onlardan da biri ayın 20-si fevraldan başlayaraq 5 mart bəyan təbəsi və idman gününə həsr olunmuş mini futbol üzrə Goranboy rayon turniridir. Çıxışıma başlamamışdan ilk öncə istərdim ki, Azərbaycan Respublikası ümlidir Heydər Əliyevin və torpaqlarımız uğrunda şəhid olmuş, canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqə sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Uşaqlar, deməli, bugünkü tədbirimizdə Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Fərid müəllim. İdmançıları salamlayıram. Doğrudan da bu günləri baxıram komandalara. Bizim elə ən çox təriflədiyimiz, ürəyimizə yatan müəllimlərin komandaları qalib gəlibdir. Sərxan müəllimdir, Ceyhun müəllimdir, Orxan müəllimdir. Bunlar bizim Goranboyda futbol üzrə demək olar ki, aparıcı mütəxəssislərdir. Ona görə sizi təbrik edirəm ki, gəlib bu mərhələyə çatırsınız. İndi bizim qarşımızda duran, yəqin ki, buradakı uşaqlar da, müəllimlər də Qarabağın oyunlarını izləyirlər. Bizim əsas stimulumuz odur ki, o Qarabağın fəthini. Bizdə başqa futbol komandası yoxdur demək olar ki. Ona görə də mən futboldan izləyənmişdim. Qarabağın uğurlarından sonra mən özüm də futbola bağlanmışam ki, Türkiyədə ortada nəticə ola ki, nəsə siz eləsiniz. Ceyhun müəllim tələbəsi də o bildiyinizə görə sağlıq olsun, müqavilə barif gedəsi olsa Goranboydan ötürü böyük olur. Ona görə bütün futbolçuları mən yenə bu münasibətlə təbrik edirəm. Arzu edirəm ki, siz gələcəkdə 5 ildən, 10 ildən sonra Qarabağda, xarici klublarda oynaya biləsiniz. Bundan ötürü də məşqçilərin sözünə baxıb yaxşı məşq etmək lazımdır. Oldu, hamını təbrik edirəm. Söz verilir. Futbol bizim ölkədə daha da inkişaf edir. Düzdür, uşaq vaxtı çox yaxşı nailiyyətlərimiz olur. Mən sizə arzu edərdim ki, böyüyəndə də futbolu sevəsiniz və dostlarınızı da futbola cəlb edəsiniz. Futbolumuz bu səmtdən inkişaf edir. Hər birinizə uğurlar arzu edirəm. Burada udan yoxdur. Siz hamınız bu Goranboyu təmsil edirsiniz. Əsas bizim hədəfimiz qıraq komandalara idmançı futbolçu yetişdirmək. Uğurlar arzu edirəm, hər birinizi təbrik edirəm. Və sonda təbrik üçün söz verilir Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Fərid müəllim. Hörmətli müəllimlər, əziz idmançılar, mən də sizin hər birinizi salamlayıram. İlk növbədə bu turnirin keçirilməsində əmək olan hər bir kəsə özlərinin təşəkkürünü bildirirəm. Əziz idmançılar, siz hər biriniz alışa layiqsiniz və mən qalib komandanı təbrik edirəm və sizin hər birinizin gələcək həyatınızda uğurlar arzu edirəm.